Radar üzərində işləyirdi, mikrodalğalı sobanı kəşf etdi. Sən demə mikrodalğalı sobanı icad edən şəxs yemək isitmək niyyətində olmayıb. 1945-ci ildə mühəndis Percy Spelser hərbi radar texnologiyası üzərində işləyirdi. Spelser radarlar üçün mikrodalğa istehsal edən bir cihaz olan maqnetronu araşdırırdı. Bir gün işləyən bir maqnetronun yanında durarkən cibindəki şokoladın əridiyini gördü. Əvvəl Percy bunun sadəcə təsadüf olduğunu düşündü. Lakin mikrodalğaların başqa bir şeyi isidə bilməyəcəyini öyrənmək istədi. Cihazın yanına qarğıdalı dənələr qoydu və dənələr partlamağa başladı. Daha sonra bunu yumurta ilə təcrübə etdi. Bu da mikrodalğaların yeməkləri sürətlə isidə biləcəyini təsdiqlədi. 2 ildən sonra Spelser'ın çalışdığı şirkət ilk kommersiya mikrodalğalı sobasını bazara çıxardı. Bu soba bir soyuducu böyüklüyündə idi və çox baha başa gəlirdi. Lakin 10 illər ərzində mikrodalğalı sobası münasib qiymətə və kompakt hala gəldi və bu gün demək olar ki, hər evdə mikrodalğalı soba var. Bu cihaz təsadüfən ərimiş bir şokolad sayəsində kəşf edilib.